Kompüterlər haqqında nə bilirik? Kompüter informasiyanın emalı, saxlanması və itirilməsi üçün nəzərdə tutulmuş qurğudur. Kompüter sözü ingilis mənşəli sözdür. Tərcümədə hesablayıcı deməkdir. Kompüterlər necə inkişaf etmişdir? Müasir kompüter texnikanın yaranma tarixi 20-ci əsrin 40-cı illərində başlamışdır. Elə həmin vaxtdan kompüter texnikası və texnologiyası yüksək sürətlə inkişaf etmiş və bu mərhələləri keçmişdir. Şəkildəki birinci nəsil kompüterlərə aiddir. 1950-1959-cu illərə əhatə edir. Elektron lampalı kompüterlərdir. İlk nəsil kompüterlərə gördüyünüz şəkildəki ENIAC adlı kompüterdir. Mənası Electronic Numerical Integrator and Computer, yəni elektronik rəqəmsal integral hesablayıcı deməkdir. İkinci nəsil kompüterlər 1960-1969-cu illərə əhatə edir. Element bazası yarım keçiricilərdən ibarət olan elektron hesablayıcı maşınlardır. Qısaca desək, birinci nəsil kompüterdən üstünlüyü ondan ibarətdir ki, burada elektron lampaları yarım keçirici elementlərlə, yəni şəkildə gördüyünüz tranzistorlarla və diodlarla əvəz olundu. Üçüncü nəsil kompüterlər 1970-1985-ci illərə əhatə edir. Element bazalı mikroelektronika və integral sxemlərdən ibarət olan kompüterlərdir. Bu kompüter funksional tələblərə cavab verirdi. Bilim bazası ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitqi, görmə vasitəsilə ünsiyyəti təmin eləməyə imkan verirdi. Dördüncü nəsil 1981-ci ildən sonrakı dövr. İntegral sxem texnologiyası ilə yaradılan mikro və mini kompüterlərdir. Beşinci və sonrakı nəsil yeni və yeni elektron texnologiyalarına əsaslanan indiki və gələcəyin kompüterlərdir. Bu kompüterlər yüksək məhsuldarlığa və etibarlılığa malikdir.